Salam uşaqlar. Bugünkü dərsimizin mövzusu saç kəsmə, kaskad olacaq. Bunun haqqında sizə danışacağam. Sonra kəsmə başlayacaq. Yəni birlikdə kəsəcəyik. Kaskad saç kəsimi, yəni üst-üstə deməkdir. Gördüyünüz kimi məndə də hal-hazırda o formadır. Kaskad saç kəsimi saça yüngüllük verir, obyon verir, həcm verir. Saç kəsimi uzun saçlarda da olur, qısa saçlarda da olur, orta saçlarda da olur. Başqa cürdə onu başqa danışacağıq. Keçən dərsimiz düz saç kəsimi idi. Kiminsə yadında qalıb? Nələr öyrəndiyimiz? Gəl. Saçın formasından asılı olaraq bölürük saçı. Məsələn, bəzən 4 yerə bölürük, bəzən 3 yerə bölürük. Saçı isladırıq kəsəndə. Sonra qayçılar var. Bu qayçı ilə kəsirik. Düz kəsmə eləyirik. Bu qayçı ilə də aralarından saçı nazikləşdiririk. Əgər ehtiyac varsa aralan. Bir də qayçını tutanda necə? Belə tuturuq. Sən elə rahatdır. Elə işləmə rahatdır. Sən rahatsa elə tuta bilərsən. Bugünkü dərsimizə onda başlayaq. Kaskad saç kəsimi olacaq yenə. Modelimiz bugün Mehribandır. Sən göndərək saç kəsidasan, gələsən. Başlayırıq saç kəsiminə. Müştərini sizə verirəm, siz hazırlayırsınız. Kaskadı keçəcək, mən sizi başa salacağım. Fatimə kömək eləyir, Ayan hazırlaşdırır. Ayan. Saçı darayırıq. Aşağıdan. İndi Mehriban saçı yüngüldür, yumuşaqdır. Şunu. Saçı bölürük. Burada saçı 3 yerə böləcəyik. Qabağımızda güzgü yoxdur deyə. Belə. Yığaq mı? Belə başlayırıq saçın ortasından bölməyə. Ortasını. Buradan. Belə. Mehriban kaskadı çox istəmir. Tamam. Ayşə xanım, bəs bu saçı niyə bu qədər yuxarıdan darayırsınız? Kaskad getmək üçün 90 dərəcə yuxarı qaldırmaq lazımdır. İndi qısalığını, uzunluğunu müştəridən dəqiqləşdirirsiniz, nə formada istəyir. Onun istədiyi uzunluğu da kəsirsiniz. Bəs Ayşə xanım, 90 dərəcədən daha aşağı eləsək nə olar? 90 dərəcədən aşağı eləsək, kaskad daha çox qısa gələcək. Bax, bunu tutdu.
tutduq. Aşağıda məsəl üçün biraz çox götürüm. O 90 dərəcə qalxmayacaq. Ona görə biz aşağının uzunluğunu saxlayırıq. Görsən, töküldü. Yəni ona görə biz buradan ayırırıq saçı. Aşağıya dəymirik. Aşağını axırda forma verəcəyik, düz kəsim kimi. Ayşə xanım, bəs böləndə bölmənin ölçümü də önəmlidir. Necə? Yəni böləndə belə nazik, qalın onların da önəmi var. Hə, var. Qalın götürəndə istər-istəməz arada saç sürüşür. Kəsmək çətin olur. Yəni əyri çıxır, biri qısa, biri uzun olur. Ayşə xanım, qıvırcıq saçla qat-qat olur. Hə, olur. Mən eyni yerdə qalmışam. Bir dənə gözlüyüm, bunu kəsim. Qayçılar məndə Bir dəqiqə. hamısından dedi. Allahdan. Saçım. Hər kəsdikcə 1-2 dəfə analizə yoxlamalısınız ki, eyni olsun. Bu saçı kəsən elə bir sloy kəsdik. Buradan bir damcı götürürük ki, bu bir tərəfi kəsməyə. Göz ucu ayırırsınız. Göz ucu ayırırsınız. Yox. Uca mən bilirəm də. Mən bilirəm ki, hansı şeydəyəm. Yəni mən onu da sizə belə eləyim. Dən qaçın tut. Kimi ayıraq. Yəni bu saç həmişə üstəkindən uzun olur. 90 dərəcə qaldıranda bu saç ucu ilə bir qalxmır. Düşür, tökülür. Bayaq göstərdim sizə. Hə. İşi dəqiq eləmək üçün bunu yığırıq belə. Müştərinin saçının uzunluğuna görə bilinir, nə qədər kəsmək lazımdır, yəni necə? Yoxsa Yox, İstəyənə müştəri gəlib deyə bilər, uzun saçla gəlib deyə bilər, mən buradan istəyirəm. Ona uyğun kəs. İndi Mehriban çox qısa istəmir, yüngülbarə istəyir, kaskad. İndi biz yüngülbarə eləyirik. Gəlin onda belə eləyək. Mən sizə verim, siz də arayırsınız. Nə formada tutmaq lazımdır. Onu baxın, hələ ki kəsmir. Yaxşı. Sən gəl. Fatimə. Fatimə. Ürəyinə, qorxma. Qayçı məndədir. kəsmək? Dəqiq. Bunu saxla. Fatimə. Bax. Qoydun darağı. Görsən. Elə eləyirsən ki, saç dağılmasın. Barmaqlarının arasında dağılmasın. Gördün? Gitdə istədək. Quracaq. Buyurun. Gördün? Sən o daraqla narahatsa, yox. Görsən, hərəkət elədikcə əlin öyrəşir. Sən yəni bunu belə qaldırıb, sən ucu salıb aşağıdan kəsə bilərsən. Yaxşı? Başa düşdün?
Gel belə biraz mən yol vereyim sizə. Görürsünüz. Əlimdə saç sürüşdü, düşdü. Mən onu qaldırıb bir də yoxlayacağım ki, uzunluq qalmadı orada. Saçı bir də qaldıranda aradan bəzi saçlar tökülür. Onlar nədir? Hə, də mən onu deyirəm. Əlimdən sürüşüb düşdüyünə görə bir də saçı yoxlayırıq ki, düz kəsilib yoxsa yox. Sən gəl istəyirsən. İstəyirsən? Gəl. Bu tərəfi kəsdik. Burada indi mənə görsət görüm. Mən kəsdiyim tərəfdən seçə bilirsən. Qaç məndə qalır. Tamam. Seçə bilirsən hansısı? Ay sağ ol. Ayırandan sonra elə bil bu qısa saçları arasında görürsən, onunla bir gedirsən. Və belə davam edirsən bu birisi saçlarla bir yerdə. Çok güzel. Hemen yollayayım. Sen gel biraz. Görürsünüz. Artık kalan bu biraz da. Onu da götürürüm. Ayşəxan, və saçı həmişə kəsmək üçün həmişə bölünsüz ikiyə, üçə. Sizə başa salmaq üçün ki, nə necədir də Burcu əlviz öyrəşəndən sonra, çoxlu iş görəndən sonra əl öyrəşir, heç ayırmağa ehtiyac qalmır. Bəs Aysel xanım, saçın bəzi yerlərində o belə qayçını düz tutub kəsir, bəzi yerlərində isə ucunla, əyimlə kəsir. Onun fərqi nədir? Onun fərqi elə bir fərqi yoxdur. Bunu elə kəsəndə kaskadda o olur. Amma düz kəsimdə onu istifadə eləmək olmur. Düz kəsimdə elə kəsə bilmirsən ziqzaq. O elə bil ki, flerovkanın yüngül formasında uc hissəsini azaldırsan, nazildirsən. Kəsdiyimiz saçı indi bayaqam kəsdi. Bu altdakı saçla belə birləşdirib eyni gətiririk. Yox, indi başa salacağım. İndi kəsdiyimiz saçları ayırırıq. O kəsdiyimiz saçdan biraz saxlayırıq ki, var. Müştərin qoymuşdur başına əyməyə.
Уже burada 90 dərəcə yox, elə bir 50 dərəcə qaldırırsınız. Həmin qayda ilə bu hissəni götürürük. Buradan kəsdiyimiz yerdən azca yenə götürürük nümunə kimi. Ki, bilək nə qədər kəsmişik. Soruşmayın. Saçı bəzən görmüşüm belə reklamlar saymışım. Saç bu belə kəsilir. O da qat-qat sayılır. O, hə, qat-qat sayılır. O sadəcə saçı çox qısa eləyir. Onu dəqiq bilməlisiniz. İndi o dərsə öyrənmək üçün biraz çətin gələcək sizə. Siz nə belə reklam saymışım. Asan kimi gəlir. Asan kimi gəlir, amma çətin. Şalqada da istifadə edirlər. Düz vurmalısan, dəqiq bilməlisən ki, nə qədər kəsiləcək. Yəni, mən məsəl üçün bu saçı vurum. Buradan kəsim. Amma saç burada olmayacaq. Saç qalxacaq, burada olacaq. Hə, ona görə əl öyrəşdikcə, professional olduqca bunları eləmək asan olacaq. Bəs Aysel xanım, bəzi saçlarda belə kəsdiniz, o saçı eyni kəsdiniz. Yəni saç ayırıb altdan götürürsünüz. Bəs mən deyirəm də, bu hissəni kəsdik. Bu hissəni kəsdiyimiz hissəni bölürük ki, çox gəlməsin aşağı. Nümunə kimi o hissədən biraz götürürük ki, biz ona uyğun, bax görürsən. Bu yuxarıdakı kəsdiyimiz saçdır. Demək olar ki, eyni gedir. Elə hissə var eyni gedir, elə hissə var uzun gəlir. Aysel xanım, buruq keratin olur. Buruq keratin olmur. Keratin düzləşdirir. Onlardan başqa şey sonra danışacaq. Başqa dərsimizdə. Görürsünüz, burada azdır şey. Fərq. Qısa saçda, qalın saçda, nəzək saçda eyni bildirir nəticəsi. Yəni eyni olur. Eyni olur. Sadəcə qalın saçda filerovka istifadə edirsən aralardan məsəl üçün saçı belə saçlardır. Saçı kəsəndən sonra filerovka qayçı ilə arasından gedirik. Bax, onda bu saçı vurursan, filerovkanı bərk sıxmadan yüngül üstündən aparırsan, darırsan, elə bil yox, onda qat-qat çox olmur, amma arasında qalın saçları götürsən, saçlar nazilir. Uç hissə nazilir, çox belə qabarıq qalmır. Siz arxa saçı kəsirsiniz, eyni istiqamətdə. Qabaq saçı da eynən olur, yoxsa biraz ondan çox götürürsünüz? Yox, qabaq saçı indi gedək, orada başa salacağım sizi, qabağı necə şey eləyəcək, kəsəcək. Qabağı kəsəndə arxadan bir az bayaqki kimi nümunə götürürük ki, ona uyğun gedək. Mənim yerim biraz şeydir. Görə bilirsiniz fərqi? Bəli. Bu tərəf kəsdiyinizdə, bu da kəsilməmiş. Bu şeylə belə gedəcək. Yəni cərgə ilə belə kəsəcək.